Herkese salam. Bugün sizlerle 6-cı sinif riyaziyyat iş dəftərindən səhifə 5-dəki tapşırıqların izahlarına baxacağıq. 14 nömrəli tapşırıqdan başlayaq. Yazılıb ki, A çoxluğu təbiət sözünün, B çoxluğu təbib sözünün, C çoxluğu tip sözünün yazılışında istifadə olunan hərflər çoxluğudur. A, B və C çoxluqlarını elementləri sadalamaqla yaz. Hər çoxluğun neçə elementi var? Deməli, baxaq, birinci A çoxluğundan başlayaq. A çoxluğu təbiət sözünün yazılışında istifadə olunan hərflər çoxluğudur. Baxaq, təbiət sözünün yazılışında hansı hərflərdən istifadə olunur? T, Ə, B, İ, Ə, T. İndi A çoxluğunu yazaq. A çoxluğunun elementlərini yazaq. Təbiət sözündə görürsünüz ki, T hərfi 2 dəfə iştirak eləyib, amma biz birini götürürük. Çünki çoxluqda təkrar element iştirak etmir. Ə hərfindən 2 dəfə iştirak olunub deyə mən birini götürürəm. B, bir də İ. Bu qədər. Deməli, A çoxluğunun neçə elementi var? 4 dənə elementi var. Keçək B çoxluğuna. B çoxluğu təbib sözünün yazılışında istifadə olunan hərflər çoxluğudur. Hansı hərflər var? Baxın, yazın burada. T, Ə, B, İ, B. Gördüyünüz kimi, burada da B hərfindən 2 dəfə istifadə olunub. Amma biz birini götürərik. T hərfini götürürəm, Ə-ni götürürəm, B-ni, İ, bu qədər. Deməli, B çoxluğunun da 4 dənə elementi var. Daha sonra C çoxluğuna baxaq. C çoxluğu da tip sözünün yazılışında istifadə olunan hərflər çoxluğudur. Baxın, tip sözündə T hərfindən, İ hərfindən, bir də 2 dənə B hərfindən istifadə olunub. Lakin B hərfi 2 dəfə təkrarlandığına görə birini götürürük. B, İ, T. C çoxluğunun elementlərinin sayı neçə oldu? 3 oldu. C çoxluğunun da deməli 3 dənə elementi olmuş oldu. Daha sonra bizə nə deyir? B variantında deyir ki, uyğun işarənin köməyi ilə deməli yazmaqla suallara cavab ver. Daha sonra, indi baxaq. Bu çoxluqlardan hansı bərabərdir? Deməli, A çoxluğunun elementləri T, Ə, B, İ, B çoxluğunun elementləri T, Ə, B, İ. Deməli, bu çoxluqlar bərabərdir. Bərabər çoxluqlar nəyə deyilirdi? Eyni elementlərdən təşkil olunmuş çoxluqlara deyilirdi. Və çoxluqların bərabərliyi də belə işarə olunur. Deməli, A bərabərdir B-yə. Daha sonra, bu çoxluqlardan hansı digərinin alt çoxluğudur? Baxın, C çoxluğunun elementləri B, İ, T. A çoxluğuna daxildirmi? Baxaq. Bəli, B, İ, T. Üçü də daxildir. Deməli, deyə bilərik ki, C A-nın alt çoxluğudur. Alt çoxluğun işarəsi də belə yazılır. Alt çoxluq nəyə deyilir? Onu da deyim. Əgər demişik ki, hər hansı bir A çoxluğunun təşkil edən elementlər həm də B çoxluğunun elementlərinə daxildirsə, bu zaman biz deyirik ki, A çoxluğu B-nin alt çoxluğudur. İndi baxın, daha sonra C-ni təşkil edən elementlər gördüyümüz kimi həmçinin B çoxluğuna da daxildir. Deməli, C həmçinin B çoxluğunun da alt çoxluğu olur. Belə. Davam edək. Digər tapşırığa baxaq. Digər tapşırığa keçək. 15 nömrəli tapşırığa baxırıq. Deyir ki, elementləri sadalamaqla çoxluqları yaz. Baxaq. Deməli, A çoxluğu hansı elementlərdən təşkil olunub? Verilib ki, 7 ədədinin bölənləri çoxluğu. Bunu ailə işarə edib, indi gəlin elementlərini sadalayaq. 7-nin bölənləri hansılardır? Yəni, 7 ədədi hansı ədədlərə bölünür? 7 1-ə bölünür və özünə, yəni 7-yə bölünür. Başqa bir böləni yoxdur. Deməli, A çoxluğunun elementlərini sadaladıq. Keçək B çoxluğuna. Yazılıb 14 ədədinin bölənləri çoxluğu. 14 ədədi hansı ədədlərə bölünür? 1-ə bölünür, 2-yə bölünür, daha sonra 7-yə bölünür və özünə bölünür, yəni 14-ə bölünür. C çoxluğuna baxaq. 28 ədədinin bölənləri çoxluğu. 28 hansı ədədlərə bölünür? 1-ə bölünür, 2-yə bölünür, 4-ə bölünür, 7-yə bölünür, daha sonra 14-ə bölünür və özünə bölünür, yəni 28-ə bölünür. Bu da 28-in bölənləri çoxluğu. Daha sonra bu çoxluqlardan hansı digərinin alt çoxluğu olduğunu uyğun işarənin köməyi ilə yaz. Baxaq,
A çoxluğunun elementləri 1 və 7. Gördüyümüz kimi 1, 7 elementləri B çoxluğuna da daxildir. Deməli, deyə bilərik ki, AB-nin ad çoxluğudur. Bəli, bunu deyə bilərik. A çoxluğu B çoxluğunun ad çoxluğudur. Daha sonra, baxaq B-nin elementləri C-yə daxildirmi? Bəli, B-ni təşkil edən hər bir element həm də C çoxluğunun elementidir. Deməli, B çoxluğu da C çoxluğunun alt çoxluğu olmuş olur. Belə, bu qədər. Daha sonra davam edək 16 nömrəli tapşırığa baxaq. Doğru təklifi, doğru olmayan təklifi qeyd et. Gəlin baxaq A variantında nə yazılıb? Tam ədədlər çoxluğu natural ədədlər çoxluğunun alt çoxluğudur. Xeyr, bu doğru deyil. Tam ədədlər çoxluğu natural ədədlər çoxluğunun alt çoxluğu olmur. Əksinə, natural ədədlər çoxluğu tam ədədlər çoxluğunun alt çoxluğu olur. B variantında da bunu qeyd etdiyinə görə deyirik ki, bu doğrudur. İndi gəlin niyəsini izah edeyim. Çünki tam ədədlər nəyə deyilir? Tam ədədlər natural ədədlər. Onların əksi olan ədədlər və 0 birlikdə tam ədədlər adlanır. Buna görə də natural ədədlər, baxın tərifdə deyir ki, natural ədədlər, yəni natural ədədlərin hamısı həm də tam ədəddir. Ona görə natural ədədlər çoxluğu deyirik ki, tam ədədlər çoxluğunun alt çoxluğudur. Çünki natural ədədləri təşkil edən bütün elementlər həm də tam ədədlər çoxluğuna daxildir. C variantına baxırıq, yazılıb ki, sadə ədədlər çoxluğu tək ədədlər çoxluğunun alt çoxluğudur. Xeyr, bu ifadə doğru deyil. Çünki 2 sadə ədəddir, amma cüt ədəddir. Yəni, bütün sadə ədədlər tək ədəd olmur. 2 sadədir, amma cütdür. Sadə olanlardan yeganə 2 ədəddir ki, cüt ədəddir. Digərləri bəli təkdir, amma istisna halda var. Yəni, hamısı deyə bilmərik ki, bütün sadə ədədlər çoxluğu tək ədədlər çoxluğuna daxildir. Bunu deyə bilmərik. Ona görə də sadə ədədlər çoxluğu tək ədədlər çoxluğunun alt çoxluğu ola bilməz. Daha sonra, 1 milyondan kiçik natural ədədlər çoxluğu sonsuzdur. Xeyr, 1 milyondan kiçik natural ədədlər çoxluğu. Natural ədədlər nəyə deyilir? Saymaq üçün istifadə olunan ədədlərə natural ədədlər deyilir və natural ədədlər 1-dən başlayır. Sonsuza qədər davam edir deməli. Amma ki, bizdən soruşub ki, 1 milyondan kiçik natural ədədlər çoxluğu. Yəni, belə başa düşün ki, 1-dən 1 milyona qədər olan ədədlər. Təbii ki, sonsuz deyil. Bu sonlu çoxluqdur. Ona görə bu yanlışdır. Daha sonra 1 milyondan kiçik tam ədədlər çoxluğu sonsuzdur. Bu doğrudur. Çünki tam ədədlərin tərifi bayaqda dediyim kimi, natural ədədlər, onların əksi olan ədədlər və 0 tam ədədlər adlanır. 1 milyondan kiçik ədədlər mənfi sonsuzluğa qədər gedib davam edir. Yəni, sonsuza qədər gedir. Sonsuzdur, sayı sonsuzdur. Deməli, 1 milyondan kiçik tam ədədlər çoxluğu sonsuz sayda elementdən təşkil olunduğu üçün deyirik ki, bu sonsuz çoxluqdur. Deməli, bu doğrudur. Sonra, yazılıb ki, boş çoxluq bərabərdir 0 elementi olan bir çoxluğa. Xeyr, bu boş çoxluğa bərabər deyil. Əgər bu çoxluğun elementi varsa, nə olsun ki, element 0-dır? Elementi varsa, bu boş çoxluq sayılmır. Boş çoxluq heç bir elementi olmayan çoxluğa deyilir. Bu çoxluğun elementi var. Bir dənə elementi var. Deməli, bu boş çoxluğa bərabər deyil. Bu doğru deyil. 17 nömrəli tapşırığa baxaq. Yazılıb ki, A bərabərdir 2, 4, 6, 8, 10 çoxluğu verilib. A çoxluğunun 3 elementli bütün A çoxluqlarını yaz. Gəlin başlayaq. Elə çoxluqlar yazmalıyıq ki, 3 elementli olsun və onların hər birinin də elementləri həmçinin də A çoxluğunun elementləri olsun. Yazıram. Birinci, 2, 4, 6. Gördüyünüz kimi 3 dənə elementi var və hər bir elementi də A çoxluğuna daxildir. Daha sonra 2, 4, 8. Daha sonra 2 ilə başlayanları yazıram. 2, 4, 10. Daha sonra 2, 6, 8. 2, 6, 10. Daha sonra hansı qalıb? 2, 8, 10. 2, 8, 10.
2 ilə başlayanlar bitdi. Daha sonra 4, 6, 8. 4, 6, 8. 4, 6, 10. Daha sonra 4, 8, 10. 4, 8, 10. Ve bir de 6, 8, 10. 6, 8, 10. Beləliklə, ad çoxluğunun 3 elementli bütün ad çoxluqlarını yazmış olduq. Davam edək. İndi isə ad çoxluğunun 4 elementli bütün ad çoxluqlarını yazmalıyıq. Gəlin yenə də 2-dən başlayaq. 2, 4, 6, 8. Gördüyünüz kimi 4 dənə elementin hər biri də ad çoxluğuna daxildir. Həmçində ad çoxluğunun elementləridir. 2, 4, 6, 10. Daha sonra 2, 4, 8, 10. Daha sonra 2, 6, 8, 10. Ve son olarak da 4, 6, 8, 10. Belə. Davam edək. Yazılıb ki, alt çoxluğu A olan 2 çoxluq yazın. Yəni elə bir çoxluq yazırıq ki, A çoxluğu onun alt çoxluğu olsun. Yəni A'nın bütün elementləri həmin çoxluğa daxil olsun. Məsələn, onu B ilə işarə edeyim. Hər hansı bir çoxluq götürüm, B ilə işarə edeyim. A'nın elementləri bura daxil olmalıdır. Ona görə də elə birinci A'nın elementlərini yazıram. 2, 4, 6, 8, 10. Hər hansı bir başqa bir element daxil edirəm. Tutaq ki, 3 elementi daxil elədim. Gördüyünüz kimi A'nın bütün elementləri həm də B'nin elementlərinə daxildir. B'yə daxildir. Ona görə deyirik ki, A B'nin alt çoxluğudur. Yəni alt çoxluğu A olan bir dənə çoxluq yazır. Başqa bir çoxluq yazaq ki, yenə də A çoxluğu bu çoxluğun alt çoxluğu olsun. Məsələn, 0, daha sonra A çoxluğunun elementlərində daxil edirəm. 2, 4, 6, 8, 10. Bu çoxluq da elə bir çoxluqdur ki, deməli, A çoxluğu bunun alt çoxluğudur. Çünki A'nın elementləri hər biri bura daxildir. Daha sonra davam eləyək ki, sonuncu tapşırığa baxaq. 18 nömrəli tapşırığa. Deyir ki, diaqramda bütün canlılar, suda yaşayan canlılar və balıqlar çoxluqları təsvir edilir. Hər bir çoxluğun hansı hərflə işarə edildiyini tap və uyğunluğu xətlərlə bərpa et. Gördüyünüz kimi diaqrama əsasən görürük ki, C çoxluğu B-nin daxilində yerləşir, deməli C B-nin alt çoxluğudur. B də A-nın daxilində yerləşir, deməli B də A-nın alt çoxluğudur. Burada ən böyük çoxluq A çoxluğudur. Yəni belə deyə bilərik ki, ən ümumi çoxluq A çoxluğudur. Çünki həm C, həm B A-ya daxildir. Deməli, A çoxluğu olaraq biz bütün canlılar çoxluğunu götürə bilərik. A çoxluğu bütün canlılar çoxluğudur. Baxın, A çoxluğu bütün, qısa şəkildə yazıram, bütün canlılar çoxluğudur. Daha sonra C çoxluğu ən deməli daxildə olan çoxluqdur. Yəni C həm B-yə daxildir, həm A-ya daxildir. Deməli buradan da görürük ki, C çoxluğu balıqlar çoxluğudur. Çünki balıqlar çoxluğu həm suda yaşayan canlılara aiddir, həm də bütün canlılara aiddir təbii ki. Ona görə C çoxluğu da balıqlar çoxluğu olur. Balıqlar çoxluğu. Beləliklə alırıq ki, B çoxluğu da suda yaşayan canlılar çoxluğudur. İndi gəlin bir də yoxlayaq. Deməli, C çoxluğu A-ya daxil olmalıdır. Yəni, balıqlar çoxluğu bütün canlılar çoxluğuna daxildirmi? Bəli. Yəni, C A-nın alt çoxluğudur. Bəli, doğrudur. Daha sonra B də A-nın alt çoxluğu olmalıdır. Yəni, suda yaşayan canlılar çoxluğu bütün canlılar çoxluğunun alt çoxluğudur. Bəli, bu da doğrudur. Belə. Həmçinin deyə bilərik ki, C də A-nın alt çoxluğudur. Yəni, balıqlar çoxluğu da bütün canlılar çoxluğunun alt çoxluğudur. Bu da doğrudur. Beləliklə, uyğunluğu gəlin müəyyən edək, xətlərlə ifadə edək. Deməli, bütün canlılar çoxluğu A çoxluğu idi. Suda yaşayan canlılar çoxluğu B çoxluğu. Balıqlar çoxluğu da C çoxluğu idi. Belə. Deməli, 18 nömrəli tapşırığın